Azerbaycan hakimiyetiyle İsrail arasında böyle bir stratejik müttefiklik var. Bunu siz işte toplumların dostu olarak nitelendiriyorsunuz. Buna da ben saygıyla yanaşıyorum. Tabii ki bizim de Yahudilerle herhangi bir meselemiz, sorunumuz tarihte hiç olmadı. Tam tersine biz onlara her daim sahip çıkmışız. Bütün o mezalimlerde sığınacakları bir yer alan olmuş Osmanlı'dan beri. Ama bugünkü gelinen Trump'ın ideolojisinin de devreye girmesiyle birlikte şu anda çok büyük bir plan hayata geçiriyorlar. Ve bu şeyde biz tam zıt mevkideyiz. Burada İran meselesi var. İran'a artık İsrail'in saldıracağı %100 böyle bir mevkide Azerbaycan'ın mevkii ne olacak? Aynı şekilde İsrail'le bu kadar emektaşlık etmesi Azerbaycan hakimiyetinin Türkiye'ye olan dostluğuna, kardeşliğine ne kadar örtüşüyor? Mustafa Bey, sizi çok dərindən dinlədim. Mən Azərbaycan hakimiyyətinin İsraillə bağlı siyasətini həmişə dəstəkləyirəm, indi də dəstəkləyirəm. Hətta hesab edirəm ki, Azərbaycan hakimiyyətinin İsraillə bağlı siyasəti mənim düşündüğümdən aşağı səviyyədədir. Bence burada başlıyor işte. Sıkıntı burada. Mən daha dərin əməkdaşlığın tərəfdarıyım. Nə üçün? Birincisi qeyd elədim. Yahudilər daim ifadə elədikləri bir söz var. Bunu dövlət adamları da, din adamları da, siyasət adamları da tez-tez ifadə edirlər ki, Yahudilərin dünyada özünü ən rahat hiss elədiyi İsraildən sonra birinci ölkə Azərbaycandır. Yenə ifadə edirəm ki, bunun bir minillik bir yaşamdan gəlir. İkincisi, Azərbaycan müstəqilliyini, baxımsızlığını qazanılandan bugünə kimi İsrail Azərbaycanı tərəddüdsüz bir mənalı dəstəkləyib və Qarabağ torpaqların azad olunmasında İsrailin müstəsna rolu var. O zamandır ki, Amerikada Trump hakimiyyətdə idi. O zamanları Trump'a sual verdilər ki, Qarabağda Azərbaycanlılar erməniləri qırır. Dedi ki, mən bilmirəm orada nə baş verir. Mən dövlət katibini çağırıb soruşacağam ki, görüm orada nə baş verir. Azərbaycana bir mənalı dəstək verib və siz bunu yaxşı bilirsiniz. Amerikanın razılığı olmadan heç bir ölkə Amerikanın silahını öz ölkəsindən başqa ölkəyə apara bilməz. Britaniya belə edə bilməz. Fransa belə edə bilməz. Britaniya verdiyi silahı Amerikanın razılığı olmadan Ukraynaya verə bilmir. Amerikanın razılığı olmadan Türkiyə Azərbaycana F-16 göndərə bilərdimi? Gönderdi. Amerikanın razılığı olmadan NATO'ya rağmen gönderdik biz orada. Biz orada NATO'ya Amerika rağmen mümkün değil. Onun kilidi var. Onu kilitliyin yerinden söylüyorum bakın. Çok net söylüyorum. Türkiye orada NATO'yu karşısına aldı. NATO üyesi ülkesi olmasına bakmayarak gönderdi. Ona göre de Türkiye'ye yaptırım uyguladılar. Patriotların Türkiye'ye verilmesinde. Ve ona göre de Türkiye gitti işte S-400'leri mesela aldı. Yani biz buna bedel ödedik. Mustafa Bey, o F-16'ların hamısının kilidi var. Amerika istediği zaman onu kilitleyebilir. Onlar eskiden de. Siz bakın 20 sene öncesinden geliyorsunuz Hakani Bey. Şu anda Türkiye F-16 projesinin ortağı. Yani biz büyük bir hissesini Türkiye'nin teknolojisiyle yapılıyor ve biz o projenin F-35 projesinin bile ortağıyız. Sizin dediğiniz mesela Heron'lar vardı mesela. Eski insansız hava araçları İsrail yapımı. Dediğiniz gibi oradan bir basıyordu şeye. İsrail hiçbir şekilde çalışmıyordu. Ama şu an o Türkiye değil. Onu size anlatmaya çalışıyorum. Yani kötü olan şeylerle beraber Türkiye'de çok önemli hamleler oldu. Bunu görmek lazım. Mustafa Bey, Türkiye'ni seven insanların bu cürə danışar Türk vətəndaşı ama gerçəklik var. Dünyada Amerikanın en yakın müttəfiqi Britaniyadır. Ve Britaniya BMT Təhlükəsizlik Şurasının 5 daim üzvündən biridir. Dünyada nüvə dövləti olan tək dövlətdən biridir. 5 böyük iqtisadiyyatdan biridir. Amerikanın razılığı olmadan Amerikanın silahını heç kəsə verə bilməz. Heç kəs bunu verə bilməz. Bunu Türkiyə yox. Bütün dünya yığılsa Amerikanın silahını bir ölkəyə verə bilməz. 195 ölkə yığılsa bir Amerikanın silahını bir ülkeden alıp o bir ülkeye verilmez. Diyelim ki sizin dediğiniz gibi olsun Hakani Bey. Türkiye Amerika'nın razılığıyla o F-16'yı Bakü'ye gönder. Diyelim ki öyle. Bu neyi değiştirir? Yani bunun yolunu İsrail açıb, bunun yolunu Britaniya açıb. Bize bunların hamısının böyük dəstəyi olur. Bax bu günləri Amerikada bu rabinlər deyirik biz, yani bu Yahudi din adamları Trump'a müraciət ediblər. Azərbaycana qarşı 1992-ci ildə tətbiq olunmuş sanksiyanı, qadağanı ortadan qaldırdı. Ondan sonra Azərbaycana yardımları, Yahudilər, Yahudi təşkilatları, İsrail daima Washingtonda, hər yerdə Azərbaycanı müdafiə edib və bugün də müdafiə edib. Ondan başqa, İranda yaşayan Azərbaycanlıların öz müqəddəratını təyin etmək hüququnu İsraildən çox müdafiə edən yoxdur ki, orada yaşayan Azərbaycanlıların öz müqəddəratını təyin etmək hüququ var.
Türkiye'den bir dövlət... Yani burada İsrail'in bir merakı yok, sadece Türklerin bağımsız olmasını mı? Onların maraqları bizim maraqlarla üstə düşür. Bizim maraqlarla üstə düşür. Bak burada Türkiye'nin bizim maraqlar üstə düşmür. Ben bunu anlayıram. Ama bizim İsrail'le maraqlarımız üstə düşür. Biz İranda yaşayan qardaşlarımızın öz müqəddəratını təyin etmə hüququnun tanınmasını istəyirik. Bu necə ola bilər ki, tanınması? İndi İsrail Azərbaycanın bir çox sahələrinin yenilənməsində, qurulmasında, müxtəlif sahələrin yaranmasında çox ciddi dəstək olur. Çünki onlar bu işləri çox yaxşı bilirlər. İnformasiya texnologiyaları, yeni texnologiyalar bunlar çox yaxşı bilirlər, çox inkişaf edib. Azərbaycanla da ən çox paylaşdıqları ölkə Azərbaycandır. Azərbaycanın da neft, qaz hasilatında təcrübəsi var. Bəlkə Azərbaycan bu coğrafiyada ən təcrübəli xalqdır. Biz onlara neft satırıq, onlar bizim ehtiyacımız olan texnologiyalar satırlar. Peki bu İsrail Türkiye'yi parçalamakta kararlı. Buna nasıl yanaşıyorsunuz? Türkiye'nin niye parçalanmakta kararlıdır? Bunu ben anlamıyorum. Türkiye'nin en yakın dostlarından biri... Bizzat açıklıyorlar ki biz Kürtlerle emektaşlık etmeliyiz, Dürzilerle emektaşlık etmeliyiz ve Türkiye bunlara, bu halklara zulüm ediyor, hatta soykırım işletiyor. Bunu İsrail'de bütün yetkilileri de raporlarla yayınlayıp PKK'nın şu anda bir numaralı destekçileri Amerikan-İsrail ikilisi. Şimdi biz burada böyle bir savaştayken Türkiye olarak bu iki eksenle burada Azerbaycan'ın pozisyonu ne olmalı sizce? Mustafa Bey, dünyada Britaniyanın Amerikadan yaxın dövlət yoxdur və bu günləri Amerika ilə Böyük Britaniyanın maraqları toqquşur. Kanada ilə Amerikanın maraqları toqquşur. Bu dövlətlər arasında olur. İstəyir qardaş dövlətlər olsun, istəyir hətta eyni xalqın qurduğu dövlət, bəzən maraqlar toqquşur. İki Koreya dövləti var, eyni xalq qurub, ikisi də eyni xalqdır, ikisi də Koreyalılardır, amma maraqlar toqquşur. Bu günləri Azərbaycanla Türkiyənin bəzi məsələlərdə maraqları toqquşur. Bu təbii bir şeydir. Çünki Türkiyənin öz coğrafiyası var, oradan gələn məsələləri var, Azərbaycanın öz coğrafiyası var, Türkiyənin öz milli siyasi kimliyi var, oradan gələn məsələlər var, Azərbaycanın öz milli siyasi kimliyi var, oradan gələn məsələlər var. Biz bunu belə deyək ki, faciə çevirsək, doğru nöqtəyə gedib çıxa bilmərik. Ne yapmalıyız? Mesela razı mı olmalıyız? Ən doğru nöqtə odur ki, mən bildiyim, gördüyüm odur ki, Azərbaycan Cumhurbaşqanı İlham Əliyev də Türkiyə ilə İsrail arasında münasibətlərin normallaşmasına çalışır. Mənim gördüyüm budur. Yəni, bunun üçün indi açıqlanmasa da bu diplomati işləri bir qədər gizlilik sevir. Amma mənim oxuya bildiyim, görə bildiyim ondan ibarətdir ki, Azərbaycan çox çaba göstərir ki, Türkiyə ilə İsrail arasında münasibətlər normallaşır. 30 il əvvəl İsrail ilə Türkiyə arasında çox iyi münasibətlər var. Nerede pozuldu o münasibətlər? Onu axtarıb tapmaq lazımdır ki, İsrailin bu coğrafiyada, yəni İslam coğrafiyasında qeyri-ərəblər hamısı İsrailin təbii müttəfiqləridir. Türklər, Farslar, Azərbaycanlılar, Kürdlər, Bəluşlar, Dürzülər, bunlar hamısı İsrailin təbii müttəfiqləridir. Çünki İsrail böyük ərəb coğrafiyasının ortasında kiçik bir azlıqdır. Və bu zaman bütün azlıqlar onun təbii müttəfiqidir. Amma sən onunla müttəfiqlik etməyib, gedib ərəblə müttəfiqlik edəndə o təbii ki, səndən düşmən olacaq. Mənim anladığım odur. Bizim də, Türkiyənin də, başqalarının da hamısının müttəfiqi ola biləcək dövlət İsraildir. Türkiyə nə qədər də ərəb yönümlü siyasət aparsa, ərəblər heç zaman Türkiyənin güclü dövlət olmasını istəməyəcəklər. Bu günləri Suriyada Türkiyə qarşı duranların ən böyüyünün biri elə həmin Birləşmiş Ərəb Əmirliyidir, Səudiyyə Ərəbistanıdır və heç zaman ərəblər Türkiyənin bu coğrafiyada güclü dövlət olmasını istəməyəcəklər. Türkiyənin yeri əvvəlki yeridir, Atatürk'ün qoyduğu yer. Ona qayıtmalıdır. Ona qaydanda onun bugünkü sorunların çoxu çözüləcək. İsraillə də sorunlar çözüləcək, Avropa ilə də sorunlar çözüləcək. Yani burada Türkiye ile İsrail'in karşı durması herhangi bir şekilde böyle basit bir Arap karşıtlığından veya işte bir şeye yanaşmadan değil, ideolojik temelde Amerika ile birlikte İsrail ekseninin emperyalist bir zihniyete dayanmasıdır. Emperyalist zihniyetten kastımız şu, Hakan Bey, sizin için çok önemli olmayabilir ama başka devletleri işgal ederek onların
topraklarını sömürmek, yeraltı, yerüstü zenginliklerini sömürmek, insanlarını kırmak, bu karakterde olan Rusya'ya da biz bu nedenle Ukrayna'da karşı çıkıyoruz. Türk milletinin karakteri gereği bir emperyalist güçle, zulüm işleten bir sistemle barışık olamayız. Bu Türk milletinin karakterinde var. Bakmayarak ki daha önceki iyi dostluklar, hepsi onlar ayrı bir şeydir. Halklar ayrı nazarda tutulur. Bugün İsrail'de de Netanyahu zihniyetine karşı olan milyonlarca insanlar var. Ama şu anda dünyadaki o hakim olan sistemin tepesindeki Siyonist akıl bu işleri zorla yaptırıyor. Kaldı ki siz konuşmanızın ilk böyle hissesinde İslam dünyasındaki o radikalizmden, dini yanaşmanın ne kadar yanlış olduğundan dem vurdunuz. Ama biz İsrail'de de Amerika'dan da şu anda bütün konuşmalarında kıyamet vurgusu, Haçlı vurguları, vaat edilmiş topraklar, Amerikan Dışişleri Bakanı çıkıyor alnında Haç'la basın açıklaması veriyor. Siz bunları yok mu sayıyorsunuz Hakkani Bey? Yani böyle bir yanaşma, tek taraflı, böyle bir İsrail hayranlığıyla ben ilk defa karşılaşıyorum. Bu Trump özü kəmağıldır. Onun ətrafında komandası olanlar da kəmağıldır. İstəyir Macron olsun, istəyir digərləri, kəmağıl olmayan adam 21-ci əsrdə alnına xaç işarəsi çəkməz. Amerikada, İslam dünyasında olduğu kimi Amerikada da xəstə insan, ruhu yerində olmayan, akıl sağlığı yerində olmayan milyonlarla adam var. Kimisi İsa Məsihin yenidən gələcəyinə inanır, kimisi nəyə inanır? Bunlar hamısı nağıldır. Bunlar heç zaman olası şeylər deyil. Bunlar da tamam əfsanə şeylərdir. Allahdan başqa qalan hamısı yalan şeylərdir. Amma o yalan üzərində də Amerikada, İranda, Türkiyədə, Ərəbistanda inanan çox insanlar var. Amma fikrimi ifadə edirəm ki, bu səhvdir. Kim o yalana inanırsa, deməli, həm birinci özünə ziyan vurur, sonra ətrafına, sonra bütün xalqına ziyan vurur. Sonra da əgər yüksək bir vəzifə tutarsa, Rubio kimi, Trump kimi, dünya da zərər vura bilər. Amma mənim ifadə edədiyim ondan ibarətdir ki, Mustafa bəy, Azərbaycan dövlətinin özünün maraqları var bu coğrafiyada. Azərbaycan Cənubi Qafqazın ən böyük respublikasıdır. Azərbaycan bir tərəfdən İranın, bir tərəfdən Rusiyanın təzyiqlərini daim hiss eləyib. İndi Rusiya da zəifləyib, İran da zəifləyir və bu zəifləmə Azərbaycanın coğrafiyada getdikcə gücləndirir. Təkcə burada yox, İranın özündə də Azərbaycan getdikcə güclənir. Hər gün Azərbaycan İranda bir faktora çevrilməsi hər gün daha da güclənir. Təbrizdə, Tehranda, Ərdəbildə, Xoyda, Zəncanda heç zaman təsəvvür edə bilməyəcəyimiz hadisələr olur. Heç zaman heç kəs təsəvvür edə bilməzdir ki, bir şəxs İranın Cumhurbaşqanı seçiləcək və o deyəcək ki, mən evimdə farsça danışmağa qadağan edirəm. Belə bir şey İranın dövlət dilidir, fars dili. Deyir ki, mən fars dilini, yəni dövlət dilin evimdə danışmağa qadağan eləmişəm. Belə bir şeyi 3 il, 5 il, 10 il öncə təsəvvür edə bilməzdik. Amma bu günləri bunlar gerçəkləşir. Bu, Azərbaycan ölkəsindən, bütöv Azərbaycandan bəhs edirəm. Hər gün getdikcə daha çox faktora çevrilir və bunun qarşısı alınmazdır. Bu hökmən özünün məntiqi sonluğuna gedəcək. Burada kim Azərbaycan xalqının yanında olacaqsa, o Azərbaycan xalqının dostu olacaq. Kim Azərbaycan xalqının qarşısında olacaqsa, bu Azərbaycan xalqının əleyhidarı olacaq. Mən bax, bu günləri Rusiyada çoxsaylı xalqlar var. Mən hamısına baxımsızlıq qazanmasını dəstəkləyirəm. Çünki o xalqlar Rusiyanın boyunduruğunda, müstəmləkəsində yaşamağa haqq etmirlər. Necə ki, İranda yaşayan Azərbaycanlılar, mən onların öz müqəddəratını təyin etməsinin tərəfdarıyam və hesab edirəm ki, Azərbaycanı sevən hamısı da onun tərəfində olmalıdır. İndi burada Türkiyənin, Azərbaycanın maraqları toqquşsa biz necə etməliyik Mustafa bəy? Ben de size soruyorum işte bunu. Nasıl olacak? Bax, bu elə bir məsələdir ki, Mustafa bəy, təsəvvür edin ki, sizin bir özünüzün canınız var, bir də qardaşınızın canı var da, bunun ikisində önce can sonra canan mı diyorsunuz? Yəni, həyat bundan ibarətdir. Bilirsiniz, Güney Azərbaycan öz müqəddəratını təyin etməsi Azərbaycan xalqı üçün bir nömrəli məsələdir. Qalan məsələlər Suriya, İraq, Avropa, bunlar hamısı ikinci dərəcəli məsələdir. Bizim birinci məsələmiz bütövləşmək. Sizce Güney Azerbaycan Türkleri müstakil olsalar Azerbaycan'la mı bütövleşirler Türkiye ile mi? Onu onlar müəyyən edəcək. Mən müəyyən etməyəcəm. Sizin yanaşmanız nedir yani bu konuda? Bilirsiniz necədir Mustafa bəy? Xalqlar təkcə etnik kimlikdən ibarət deyil.
Bunu Türkiyədə də, Azərbaycanda da yanlış anlayanlar var. Elə bilir ki, xalqlar təkcə etnik kimlikdən ibarətdir. Xalqlar bir etnomədəni, bir də milli siyasi kimlikdən ibarət. İranın Cumhurbaşqanı Məsud Pezeşkiyan dedi ki, mən Türkəm, mən Azərbaycanda doğulmuşam. Azərbaycanda doğulmuşam. Peki, bir şey söyleyeceğim, özür dilerim. Onun milli siyasi kimliğidir. Hakani Bey, adam diyor ki ben Türkçe danışıyorum değil mi? Türkçe danışıyorum diyor. Türkçe konuşuyorum, Türk'üm. Türkçe şiir okudum. Ona göre şey yaptılar. Niye Azerbaycan medyasında Azerbaycanca danışıyor diyorlar? Çünkü 37-ci ilə kimi burada Azərbaycan Cumhuriyyətində Azərbaycan Cumhuriyyətinin dövlət dili Türk dilidir. Hətta Dağıstanda belə idi. Sonra elədilər Azərbaycan dili və Azərbaycan dili qaldı və onun üzərindən tarixdən gələn bir şey də var. Burada bir Azərbaycanlı kimliyi, Türkiyədə Türk kimliyi o torpağın üzərindən də formalaşır da. Türk kimliyini formalaşdıran həm də coğrafiyadır. Yəni Pakistanlı kimliyini formalaşdıran o coğrafiyadır. Və yaxud da ki Suriye kimliğini formalaştıran o ölkədir, dövlətdir. Yəni Suriyalı adda xalq yoxdur. Orada var ərəblər, türkmənlər, kürdlər, amma Suriyalı deyilir. Niyə? Çünki bu onun siyasi kimliğidir. Azerbaycanlıdan sohbet gitmiyor burada. Adam diyor ki ben Türk dilinde danışıyorum. Türkçe konuşuyorum. Ama Azerbaycan medyası bunu servis ederken Azerbaycanca danıştı diyorlar. Bu başka bir dilmiş gibi sanki. Evet. Bu Azərbaycanda belə də təxminən bir 100 ildir ki, Azərbaycan dili deyəndə Türk dili başa düşülür, Türk dili deyəndə Azərbaycan dili başa düşülür. Yəni bu Azərbaycanda bir milli siyasi kimlik kimi formalaşıb. Peki. Ben sizinle kesinlikle bu bakış açısına razı değilim ki Azerbaycan'ın merakları İsrail'le üst üste düşsün, bir stratejik müttefik olsun İsrail'den Azerbaycan'a. İsrail'in Azerbaycan'a yanaşmasının temel motivasyonu tamamen çıkar odaklıdır. İhtiyaçlarına göredir. Nasıl ki Kürtleri bugün kullanıyorsa, yarın onları bir yaprak gibi silkeleyip atacaksa kenara, yarın öbür günde Azerbaycan'la işi bittiği an veya çıkarlarına ters düştüğü an düşman olmaya devam edecektir veya işte büyük güçlerin pazarlık masasında 3 kuruşa satacaktır. Yani böyle bir İsrail'le Azerbaycan üzerinden ideolojik yakınlık kurarak Türkiye-Azerbaycan kardeşliğinin benzeri bir şey çıkartmak asla mümkün değil. İsrail'le dost olabilirsiniz. İsrail'le ticaret yapabilirsiniz. Bunlar tamamen bambaşka meselelerdir. Çıkarlar vardır. Ona göre bu iş yapılır. Ondan sonra biter. Ama Türkiye ile Azerbaycan'ın kardeşliği aynı millet olmasından, aynı kökten geliyor olmasından. Aradaki fark bu. İktidarlar gelir geçer, hatalar olur. Nasıl ki bakmayarak bugün Aliyev iktidarında sınırsız yanlışları var. Bu bizim Azerbaycan'la kardeşliğimize en ufak bir halel getirmez. Bu İsrail'le bir olmalıyız, İsrail'le daha yakın emektaşlık etmeliyiz. Fikriyatı bence Azerbaycan'a çok büyük bir kötülük olur ve ben sizinle kesinlikle bu konuda razı değilim ama sizin de fikirlerinize saygım var. Bu konularda ayrı düşünüyoruz, farklı düşünüyoruz. Şu anda çok da tarihi bir dönemden geçiyoruz. Bakalım kimi haklı çıkaracak hep beraber izleyip yaşayıp göreceğiz.